Nəinki Azərbaycanda, dünyada belə indinin özündə də kütləvi sevilməyən spesifik bir sahəni seçdi. Gözünü açandan caz gördü, cazda böyüdü. İstedadı var idi, musiqisi var idi. Bircə sənətkarın yetişməsi üçün qalırdı göz yaşları. Göz yaşları da atasının gedişi ilə gəldi. Biri var, dünya şöhrətli pianoçu, bəstəkar, caz ifaçısı Əzizə Mustafayeva. Biri var, dünya şöhrətli pianoçu, bəstəkar, caz ifaçısı Əzizə Mustafazadə. Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə tanınmış cazmen, 39 yaşında dünyasını dəyişən xalq artisti Vaqif Mustafazadənin ikinci evliliyindən dünyaya gəlib. Vaqif Mustafazadənin birinci evliliyi Ləzgi qızı Nərminə adlı xanımla olub. Vaqif bu evliliyi hamıdan gizləyirmiş. Bu nikahdan Lalə adlı qızı dünyaya gələn bəstəkar xanımı ilə yollarını bir müddət sonra ayırır. Vaqif Mustafazadənin dayısı qızı Afaq xanım deyir ki, sənətkarın anası Zivər xanım həmişə danışardı ki, Nərminə heç vaxt özünü yaxşı aparmayıb, boş yerə qışqırırmış, çıxıb gedirmiş. Vaqif heç vaxt onun arxasınca getmirmiş. Boşandıqdan sonra Nərminə Laləni nə atası Vaqifə, nə də nənəsi Zivər xanıma göstərir. Vaqifin ikinci həyat yoldaşı Gürcü qızı Elza olur. Onlar Tiflisdə tanış olmuşdular. Vaqif Mustafazadə konservatoriyanın birinci kursunu bitirib Gürcüstana gedir. Gürcülər onu Oreyra ansamblının rəhbəri vəzifəsinə dəvət edirlər. Vaxtdan Kikabidze, Nani Prikvadze Vaqifin ifasını çox bəyəniblərmiş. Bakıda isə həmin vaxtlar caza maraq yox değildi. Vaqif Tiflisə köçəndə orada Elza ilə tanış olur. Elza Gürcü qızıdır. Afaq xanım deyir ki, Elza xanım görəndə ki, Vaqif çox istedadlı bir pianoçudur, pərvanə kimi Vaqifin başına dolanmağa başladı. Şənbə və bazar günləri Zivər xanım oğlunu görmək üçün Tiflisə gedirdi. Elza Zivər xanımın da başına dolanırdı. Ona görə də Zivər xanımın Elzadan xoşu gəlirdi. 1666, gözəl, əsl tarixdir. 1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil edir. O festivaldan sonra Vaqifi bütün dünyada tanıdılar. Azərbaycanın o vaxtki mədəniyyət naziri Rauf Hacıyev bundan sonra dedi ki, Vaqif ölkəsinə qayıdıb Azərbaycanı təmsil eləməlidir. Vaqif də Elza ilə birlikdə Azərbaycana qayıtdı. Həmin vaxt Elza Əzizəyə hamilə idi, amma Vaqiflə evli deyildilər. Zivər xanım Vaqifə dedi ki, bala ayıbdır, Elza uşağı dünyaya gətirməmiş, gərək sən onunla nicaha girəsən. Ailə qurandan sonra isə Elza xanım da Zivər xanımla üz döndərir. Afət xanımın müsahibəsində Əzizə Mustafazadə ilə bağlı açıqlamalarda maraq doğuran məsələlərdən biri də onun Gürcü anası ilə bağlıdır. Sitat: Əzizə ilə qız deyil, bunların hamısını Elza eləyir. Qızı Əzizəyə öyrədib ki, onu Azərbaycana dəvət eləsələr, əvvəlcədən pul tələb eləsin. Ancaq böyük məbləğdə pul alandan sonra gəlib Azərbaycana musiqi ifa edə bilər. Elza heç vaxt Azərbaycanı sevməyib. Hətta əvvəllər qəzetlərə verdiyi müsahibələrində deyirdi ki, Vaqif Mustafazadə Gürcüdür, Gürcüstanda anadan olub. Elza paxıl insan idi. Mənə elə gəlir ki, onlar bir-birini sevmirdilər. Çünki mən Vaqifi yaxşı tanıyıram. Elza hamilə olduğu üçün Vaqif onunla evlənməyə məcbur qaldı. Zivər xanım da həmişə Elzaya deyirdi ki, səni mən arvad eləmişəm. Deyirdi ki, Vaqif heç vaxt Elza ilə evlənmək istəməyib. Bu arada Vaqif Mustafazadənin ilk evliliyindən olan qızı Lalə də mahir piano ifaçısı kimi yetişir. Afaq xanım deyir ki, Nərminə Vaqifdən boşanandan sonra evləndiyi Aşurbəyov yaxşı insan olub. Lalə konservatoriyada təhsil alırdı. Həmin vaxtda mən Moskvada yaşayırdım. Bir gün Bakıya qaydanda hava limanında Nərminə və Lalə ilə qarşılaşdım. Görüşüb qucaqlaşdıq. Nərminə mənə dedi ki, bilirsənmi Lalə necə istedadlı qızdır? Rauf Atakişiyevin sinifində təhsil alıb.
Biz istəyirik ki, hər kəs Vaqifin qızının necə istedada sahib olduğunu görsün. Mənim Fransada çox yaxşı bir rəfiqəm yaşayır. Nigar Abutalubova, hörmətli Ramiz Abutalubovun qızıdır. Onların da köməyi ilə Laləni Epinal musiqi müsabiqəsinə yola saldıq. 10 gün sonra zəng vurub dedi ki, Afaq, məni təbrik elə, Grand Prix-ni birinci yeri qazandım. İkimiz də telefonda ağladıq. Əzizənin anası Elza biləndə ki, Laləni Fransaya mən göndərmişəm, mənimlə düşmən oldu. Əzizənin valideynləri qızlarının musiqiyə qarşı həssaslığını Əzizə hələ 8 aylıq ikən hiss edirlər. Anası Elza xanımın ona danışdığı bir əhvalatı qızı belə xatırlayır. Bir dəfə atam pianoda insanda çox dərin və kədərli hisslər oyadan şur muğamını ifa edirmiş. O çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən birdən anam musiqi ilə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir ki, Vaqif, bir zəhmət rasta keç, rastı çal. O da çalmağa başlayır. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarından süzülərkən mən rəqs edən biri kimi hərəkətlər eləməyə başlamışam. Anam səslənir ki, bax, gör o neyniyir. Yenə şuru çal, atam təkrar şuru çalır və mən yenə ağlayıram. Əzizə yeniyetməlik və gənclik illərində incəsənətin bütün növlərinə qarşı maraq göstərir. Xüsusilə rəssamlıq, rəqs və ifaçılıq sahəsinə. İlk dəfə səhnəyə hələ 3 yaşında ikən atası ilə birlikdə bədahətən mahnılar ifa edərək çıxır. 1979-cu il dekabrın 16-sında Əzizənin 10 yaşının tamam olmasına 3 gün qalmış, atası 39 yaşında ürək tutmasından Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafında köməkçi olur. Müğənni olur bənim bu anası? Elza müğənni olur yəni. 17 yaşında Vaşinqton şəhərində Teleyanus 17 yaşında Vaşinqton şəhərində məşhur piano müsabiqəsində birinciliyi qazanandan sonra onun caz muğam musiqi sənətinə rolu 17 yaşında Vaşinqton şəhərində məşhur piano müsabiqəsində birinciliyi qazanmağında onun caz muğam musiqisini çox sevməsi də böyük rol oynayır. Elə həmin vaxtlarda Əzizə anası ilə Almaniyaya köçür. Onun ilk albomu 1991-ci ildə Əzizə Mustafazadə adı ilə çıxır. İkinci albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs Akademiyası mükafatını və Echo mükafatını qazandırır. Sony şirkəti ilə müqavilə bağlayır. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edir və bir çox albomlar çıxarır. 2007-ci ildə Kontrast ikinci albomunu çıxardır. ...1996-cı ildə Əzizə ilk dəfə Bakıya gəlir. Vaqif Mustafazadənin anası, Əzizənin nənəsi Zivər xanım da konsertə gedir. Konsertin sonunda Elza xanım səhnəyə çıxıb deyir ki, burada Vaqifin anası Zivər xanım da əyləşib. Əzizə ilə birlikdə biz ona salam göndəririk və əlində olan gül buketini zala tullayır. Zivər xanım çox pərt olur.
Bundan sonra Afaq xanım Elzadan üz döndərir. Daha bir pis hadisə isə 1997-ci ildə baş verir. Həmin ilin yanvar ayının 25-də Zibər xanım vəfat edir. Nə Lalə, nə də Əzizə nənələrinin yas mərasiminə gəlir və zəng edib başsağlığı da vermirlər. 1997-ci ildə Əzizə İngilis kraliçasının klubunda ifa edir və kraliçə ona cazın şahzadəsi adını verir. Əzizənin dünyanın bütün şəhərlərində konsertləri olur. Diskləri yüksək tirajla satılır. Əziz izləyicilər, bugün sizə Səhliyalı şirkətinin uşaq sosislərini təqdim edirəm. Bilirsiniz ki, uşaqlar da kolbasa və sosisləri yeməyi ən azı bizim qədər sevirlər. Bunları nəzərə alan şirkət uşaqlar üçün tam təbii tərkibli, vitaminlərlə zəngin, qatqısız uşaq sosisləri istehsal edib. Min bərəkət halal nimət brendinin istehsalı olan bu məhsulu övladlarınıza heç tərəddüd etmədən ala bilərsiniz. Məhsul şəhərin əksər marketlərində mövcuddur. Qiyməti də münasibdir. Min bərəkət halal nimət. Uşaqları düşünərək hazırladıq. Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıdır. Bu müddət ərzində opera və balet teatrında konsert verir. Əzizənin ögey bacısı Lalə də məşhur musiqiçidir. O, Fransada çox əsilli, nəcabətli, imkanlı bir fransız ailəsinə ərə gedib. Mikail adlı oğlu var. Əzizə bacısı ilə uşaqlıq illərindən bir neçə dəfə görüşsə də sonralar onlar heç vaxt görüşə bilməyib. O, bu haqda müsahibələrinin birində deyir. Onu çox axtarmağıma baxmayaraq cəhdlərim boşa çıxıb. Lalə ilə bağlı heç bir məlumatım yoxdur. Amma əminəm ki, onun hər işi qaydasındadır. Allahdan bacıma işlərin hər zaman uğurlu olmasını arzulayıram. Ancaq Afaq xanım müsahibəsində onu da qeyd edir ki, hər iki bacının münasibətlərinin olmamasında anaları günahkardır. Əzizə Mustafazadə 2 dəfə ailə qurub. Onun birinci həyat yoldaşı ingilis olub. Ailə qurandan sonra Əzizə həyat yoldaşı ilə birgə Londonda yaşayıb. Ancaq bir müddət sonra onlar boşanıblar. Əzizə Almaniyaya qayıdıb. Bu evlilikdən Əzizənin övladı olmayıb. Sonralar Əzizənin birinci həyat yoldaşı Bakıya gəlir. Vaqif Mustafazadənin ev muzeyi ilə tanış olur. Onun məzarını ziyarət edir. – 2010-cu ildə Bakıda olanda Əzizə ikinci dəfə kasıb ailədən olan Milliyyətcə Ləzgi oğlanı sevir və ikinci dəfə ona ərə gedir. O özünə ikinci dəfə toy məclisi qurmur, ancaq deyilənlərə görə anası Elza xanım qəti şəkildə bu evliliyə qarşı çıxır. O qızının daha imkanlı və varlı adamla ailə qurmasını istəyirmiş. Bu evlilikdən Əzizənin bir oğlu olur. O oğlunun adını Ramiz xan qoyur. Deyilənlərə görə Əzizənin Azərbaycanı tərk eləməsinin əsas səbəblərindən biri atasının ölümü ilə bağlıdır. Belə ki, vaxtilə Vaqif Mustafazadənin yaradıcılığı bir mənalı qarşılanmayıb, hətta onu qəbul eləməyənlər də çox olub. Bu barədə suallara Əzizə müsahibələrinin birində belə münasibət göstərir. Əsl qəhrəman döyüşdə həlak olur. Mənim atamın taleyi qəribə idi. O, xalqına xidmət üçün yaranmışdı. Amma vaxtilə Azərbaycanda bəzi adamlar atama qarşı çox ədalətsiz işlər görüb. O vaxtlar həyat daha çətin idi. Bəzən bir parça kağız sənin həyatını belə həll eləyə bilirdi. O vaxtlar ölkənin sərhədini keçmək çox çətin idi. Məsələn, bir dəfə atamı Finlandiyaya uçarkən təyyarədən geri qaytarıblar. Qayıtdı gəldi və onun infarkt vurdu. Sağalması isə möcüzə idi. Adlar çəkə bilmərəm, həyat bumerangdır. Etdiyim pislik və yaxşılıq sənə qayıdır. Atamın bütün düşmənləri çoxdan ölüblər. Onun qiymətini gec də olsa xalq verir. Necə deyərlər, heç olmamasındansa gec olması məsləhətdir. Dahi Vaqifi hər zaman xalqı sevirdi. Nə etməli ki, taleyi onunla biraz sərt davrandı. Amma qismən də olsa o layiq olduğu yeri tutub. Qəlbi əsl sənətlə döyünən yenilikçi insanları çox zaman vaxtında dəyərləndirib qəbul etmək istəmirlər. Atamın səhnədə dünyasını dəyişməsi də təsadüfi deyil. Tarix boyu qeyri-adi istedadı olan yaradıcılara bir mənalı münasibət göstərməyiblər. Ailəmin qarşılaşdığı anlaşılmazlığa gəlincə onu deyə bilərəm ki, çətin olsa da biz mübarizə aparmağı bacardıq.
Deyilənlərə görə Əzizə Mustafazadə Ermənistanda konsert vermək üçün dəvət olunsa da, o bu təklifdən imtina edib və deyib ki, ölkədən kənarda yaşamağıma baxmayaraq haqsızlıq və ədalətsizlikdən xəbərdaram. Bu mövzunu hər zaman diqqət mərkəzində saxlayıram. Təsadüfi deyil ki, ikinci albomum hazırlanan ərəfədə Xocalı ilə bağlı kompozisiyanı lentə aldım. Sözlə ifadə edə bilmədiyim həyəcanımı və yaşadığım ağrını musiqi dili ilə, hətta xəritədə Azərbaycanın yerini tapa bilməyən insanlara da çatdırdım. Bu əsəri digər millətlərdən olan musiqiçilərlə birgə hazırladıq. Onlar Azərbaycan dilini bilməsələr də məhz bu əsər vasitəsilə hadisələrin dərinliyinə vardılar. Xocalı dünya musiqi sevərləri tərəfindən birmənalı qarşılandı. Bu kompozisiya ilə Azərbaycan həqiqətlərini az da olsa dünya ictimaiyyətinin diqqətinə çatdırdım. Hazırda ailəsi ilə Almaniyada yaşayan Əzizə Mustafazadə bütün gününü övladı ilə keçirir. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.